Arzu Quliyeva 1993-cü ildə Ağdam rayonunda anadan olub. 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdi. Elə həmin il Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuş və 2014-cü ildə ali təhsilini uğurla başa vurmuşdu. Ali təhsilini tamamladıqdan sonra bir il Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmiş, daha sonra xüsusi təhsil sayəsində marağı yarandığı üçün peşəkar inkişafını bu istiqamətdə davam etdirmişdi. 2020-2022-ci illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində korreksiya edici təlim, defaktologiya ixtisası üzrə təhsil almış və məzun olmuşdu. 2022-ci ildən etibarən defaktoloq kimi fəaliyyət göstərir. Peşə fəaliyyəti dövründə müxtəlif təhsil və reabilitasiya müəssisələrində çalışaraq nitq, ünsiyyət və inkişaf çətinlikləri olan uşaqlarla iş sahəsində zəngin təcrübə qazanmışdı. Hazırda fəaliyyətini Logoline Psixoloji Nitq İnkişaf Mərkəzində defektoloq, logoped kimi davam etdirir. Autizm spektr pozuntusu beynin inkişaf xüsusiyyətidir. Bu əsasən uşağın sosial davranışlarına, nitqinə, sosiallaşmasına təsir göstərir. Burada əsas məqam odur ki, autizm xəstəlik deyil və heç kimdən heç kimə keçmir. Həmçinin autizm hər uşaqda eyni olmur. Bəziləri danışa bilir, bəziləri gec danışır, bəzilərində isə nitq olmaya bilər. Ona görə də autizm deyəndə hər uşaq eyni nəzərdə tutulmamalıdır. Hər uşaq fərdidir və ona fərdi yanaşmaq lazımdır. Valideynlərin diqqət etməli olduğu ilkin əlamətlər var. Uşaq adına dönüb baxmırsa, istədiklərini barmaqla göstərmirsə, nitqi yaşıdlarından geri qalırsa, burada ilkin qiymətləndirilmə mütləqdir. Bəzən uşaq eyni oyunu təkrar oynayır, eyni hərəkətləri təkrarlayır və gündəlik rutinlərin dəyişməsini istəmir. Bu əlamətlər autizm ola bilər. Dəqiq qiymətləndirməni yalnız mütəxəssis aparmalıdır. Əlamətlər əsasən 1 yaşdan sonra özünü göstərir. 18-24 ay aralığında isə valideynlər bəzi fərqləri görə bilirlər. Bəzən ailələr biraz daha gözləyək deyirlər. Amma gözləmək bəzən düzgün seçim olmaya bilər. Əgər narahatlıq varsa, vaxt itirmədən inkişaf üzrə mütəxəssisə müraciət etmək lazımdır. Unutmayın, erkən müdaxilə və erkən qiymətləndirmə uşağın həyatına böyük təsir göstərir. İstək və ehtiyacların ifadə edilməsinin öyrənilməsi, insanlarla əlaqə qurma bacarığı, növbə gözləmək, paylaşmaq və birlikdə oyun oynamaq, sadə göstərişləri başa düşmək və birlikdə yerinə yetirmək, hərəkətləri, səsləri və davranışları təkrarlamaq, oyuncaqlardan məqsədə uyğun istifadə etmək və təsəvvür oyunu, yemək yemək və özünə xidmət bacarıqlarının formalaşması, emosiyaları uyğun şəkildə ifadə etmək və uyğun olmayan davranışların səbəblərini aradan qaldırmaq. Nitq vacibdir, amma ünsiyyət nitqdən daha vacibdir. Uşaq əvvəlcə ehtiyacını hər hansı üsulla ifadə etməyi bacarmalıdır. Bunun üzərindən qurulan terapiya adətən daha effektiv nəticə verir. Bəli, danışa bilirlər. Bəzi uşaqlar erkən yaşda danışmağa başlayırlar, bəzilərində isə nitq daha gec inkişaf edir. Hətta bəzi danışan uşaqlarda belə ünsiyyətə girmək, dialoqu davam etdirmək və hisslərini ifadə etmək çətin ola bilər. Düzgün dəstək, logopedik və defektoloji məşğələlərin köməyi ilə uşağın ünsiyyət bacarıqlarının inkişafına kömək edə bilər. Bu valideynlərin ən çox verdiyi suallardan biridir. Cavab xeyirdir. Telefon və planşet autizm yaradır. Amma uzun müddət ekran qarşısında qalmaq uşağın diqqətini, danışığını və sosial bacarıqlarına mənfi təsir göstərə bilər. Uşaqlar ən çox valideynlə canlı ünsiyyətdən öyrənirlər. Ona görə də ekran müddətini məhdudlaşdırmaq və uşaqla oyunlar oynamaq, kitab oxumaq daha faydalıdır. A'dan-Z'yə logoped olmaq istəyənlərin nəzərinə, logopediya sahəsində yeni kursumuz başladı. Əgər siz də peşəkar logoped olmaq istəyirsinizsə, nəzəri biliklərlə yanaşı praktik məlumatlar əldə etmək istəyirsinizsə, elə isə bu kurs sizin üçündür.
Kurs daxilində müəllifi olduğum kitabları əldə edəcəksiniz. Buraya klonik kekələmədən addım-addım uzaqlaş, tonik kekələmədən addım-addım uzaqlaş və qarışıq kekələmədən addım-addım uzaqlaş. Eyni zamanda kekələmədə istifadə etdiyiniz terapiya materiallarını əldə edəcəksiniz. Yanaşı olaraq afaziyada kommunikativ bacarıqların inkişafı, alaliyada diaqnostika və reabilitasiya, disfaliyanın diaqnostik edici təlim proqramı, dizartriyada nitq qəzəllərin funksional inkişafı, rinaliyada rezonans pozuntuların aradan qaldırılması kitablarını əldə edəcəksiniz. Sizlər də kurs dolu kitablar əldə etmək istəyirsinizsə, bu sahədə peşəkar olmaq istəyirsinizsə, elə isə A-dan Z-yə loqopediya kursumuzu qaçırmayın. Bəli, gedə bilirlər. Təhsil forması uşağın ehtiyaclarına uyğun seçilməlidir. Bəzi uşaqlar ümumi təhsil məktəblərində təhsil alırlar, bəziləri isə xüsusi dəstəyə ehtiyac duyur. Əsas məqsəd uşağın potensialını üzə çıxarmaqdır. Düzgün təhsil və mütəxəssis dəstəyi ilə bir çox autizmli uşaq uğur qazana bilir. Defektolog uşağın diqqətini, yaddaşını və sosial bacarıqlarının inkişafı üzərində çalışır. Loqopedi isə nitq, dil və ünsiyyət bacarıqları üzərində işləyir. Hər iki mütəxəssisin gördüyü iş bir-birini tamamlayır. Məqsəd uşağın gündəlik həyatda daha rahat ünsiyyət qura bilməsinə kömək etməkdir. Ən vacib addım internetdən diaqnoz qoymağa çalışmamaqdır. Sosial şəbəkələrdə oxudan məlumatlar faydalı ola bilər, amma mütəxəssis müayinəsini əvəz etmir. Valideyn narahatdırsa, uşağı inkişaf üzrə mütəxəssisə göstərməlidir. Uşaq qiymətləndiriləndən sonra uşağa uyğun plan hazırlanır. Ən əvvəl onu demək istəyirəm ki, özünüzü günahlandırmayın. Autizm valideynin səhvi nəticəsində yaranmır. Uşağınızı digər uşaqlarla müqayisə etməyin. Hər uşağın inkişaf yolu fərqlidir. Kiçik irəliləyişləri belə qiymətləndirin və mütəxəssislə birlikdə çalışın. Səbir, davamlı məşğələ və ailənin dəstəyi, sevgisi uşağın inkişafında mühüm rol oynayır. Əziz valideynlər, unutmayın ki, autizm diaqnozu uşağın inkişafının sonu deyil. Erkən qiymətləndirmə, düzgün dəstək və ailənin sevgisi uşağın inkişafına müsbət təsir göstərə bilər. Əgər bu mövzu ilə bağlı suallarınız varsa, şərhlərdə qeyd edin.